Salam. Bugün sizin bizimle bölüştüğünüz bir mənbəyə baxırıq. Qadın aldatmasının Red Pill anlayışı adlı bir materialdır. Məqsədimiz bu spesifik fəlsəfənin qadınların niyə aldatdığına dair iddialarını və bağışlanma məsələsinə yanaşmasını anlamaqdır. Gəlin başlayaq. Mənbə bir neçə əsas səbəb göstərir, elə deyilmi? Bəli, bəli. Mənbədə ilk önə çıxan məsələ, belə deyək, hipergamiya instinktidir. Bu, yəni, qadınların daim daha yaxşı genetik və ya maddi təminat verəcək partnyor axtarışında olduğu fikridir. Yəni, daha yaxşısını axtarmaq instinkti? Hə, mənbə belə deyir. Əgər mövcud partnyor kifayət qədər yaxşı sayılmırsa ya da daha yüksək səviyyəli kimsə peyda olursa, aldatma ehtimalı artır deyə iddia edilir. Maraqlıdır bu hipergamiya yanaşması. Mənbə başqa səbəblər də göstərir axı. Məsələn, emosional boşluq və diqqətə ehtiyacı. Düzdür, o da var. Deyilir ki, qadınlar emosional doyğunluq, belə deyək, həyəcan hiss etməyəndə bu boşluğu başqa yerdə başqa biri ilə doldurmağa çalışa bilərlər. Və burada işin, necə deyim, daha da maraqlı tərəfi odur ki, mənbə bunu məşhur bir prinsiplə əlaqələndirir. Hansı prinsip? Alpha Fox, Beta Box prinsipi. Aha, eşitmişəm. Mənbə bunu birbaşa emosional ehtiyaclarla necə bağlayır? Yəni, alfa nədir, beta nədir bu kontekstdə? Əlbəttə, bu fəlsəfiyə görə alfa kişilər daha çox dominant, özünə güvənən, cinsi cazibəsi yüksək olan tiplərdir. Betalarsa daha çox təminat verən, etibarlı, amma bəlkə də daha az həyəcan verici kimi təsvir olunur. Deməli, biri həyəcan, biri güvən. Kim izah edilir, bəli. Mənbə iddia edir ki, qadın o cinsi, emosional həyəcanı betadan ala bilməyəndə alfaya yönələ bilər. Hətta təminatlı münasibətini davam etdirsə belə. Bu da yenə həmin o instinktiv seçim məsələsinə gəlir çıxır. Yəni, cəmiyyət qaydalarından çox instinktlər ön plana çıxır deyilir. Anladım. Deməli, kökündə biologiya və instinktlər dayanır bu baxışa görə. Bəs cəmiyyətin rolu? Mənbədə deyilir ki, cəmiyyət qadınları məsuliyyətdən azad edir. Bu da kifayət qədər sərt iddiadır. Bəli, sərt iddiadır. Red Pill fəlsəfəsi belə düşünür ki, müasir cəmiyyət, xüsusən qərb cəmiyyətləri, qadınları öz seçimlərinin nəticələrinə görə, necə deyim, tam olaraq cavabdeh tutmur. Və bu da onların sərhədsiz davranmasına, yəni aldatma kimi addımları daha rahat atmasına şərait yaradır. Təbii ki, yenə vurğulayım, bu məhz həmin mənbədəki baxış bucağıdır. Yaxşı, aydındır. Fərz edək ki, aldatma baş verib. Belə bir durumda bağışlanma mümkündürmü bu fəlsəfəyə görə? Mənbənin cavabı çox kəskin idi deyəsən. Hə, çox kəskin, adətən yox. Niyə yox? Səbəblər nədir? Mənbəyə görə bu geri dönülməz bir xəyanətdir və hörmətin tamamilə itməsi deməkdir. Bir neçə əsas səbəb göstərilir. Bunun birincisi, qadının artıq kişiyə hörməti qalmayıb deyə düşünülür. İkincisi, münasibətdəki frame, yəni o güc balansı, dominantlıq kişidən çıxıb. Frame itir yəni. Bəli. Və üçüncüsü, ən əsası, qadının bunu təkrarlama ehtimalı çox yüksək hesab edilir. Bu səbəblərdən mənbə deyir ki, belə bir vəziyyətdən sonra münasibəti davam etdirmək kişini zəif göstərir və qalan hörməti də yox edir. Başa düşdüm. Beləliklə, sizinlə paylaşılmış mənbənin Red Pill fəlsəfəsi çərçivəsində qadın aldatmasına dair əsas iddialarını nəzərdən keçirdik. Hipergamiya, emosional ehtiyaclar, alfa-beta dinamikası, cəmiyyətin rolu və bağışlanmaya çox sərt yanaşma. Bir daha xatırladaq ki, biz burada sadəcə bu mənbədə təqdim olunan fikirləri, arqumentləri sizinlə bölüşürük. Bəli, bizim məqsədimiz təhlil etməkdir, təsdiq və ya təkzib etmək deyil. Və sonda sizin üçün bir düşüncə sualı. Bu mənbədə təqdim olunan və aldatmanın səbəbləri kimi göstərilən bu iddiaları onlarla razılaşıb-razılaşmamağınızdan asılı olmayaraq anlamaq, amma yalnız bu spesifik çərçivə daxilində qalaraq münasibət dinamikasına və ya partnyor seçiminə yanaşmanızı necə dəyişdirə bilər? Bunun üzərində düşünməyə dəyər.